Ölüm haqda düşünməkdən qorxmayın. Qorxmayın, valla ölümü fikirləşməklə ölüm yaxınlaşmayacaq. Nəfsi zəiflətməyin yollarından biri ölümü yada salmaqdır. Ona görə din deyir ki, ölümü çox yada salın ki, ölüm istəkləri söndürür, zəifliklər, sonra vur başından rahat olacaq. Bir saat düşünmək bir ilin ibadətindən üstündür. İmam Sadiq əleyhissalam buyurur ki, Peyğəmbər ölümü yad eləməyi nəzərdə tutub. Bir saat ölüm haqda düşünmək bir il namaz qılıb ibadət eləməkdən üstündür. Müstəhəbb ibadətlərdən. Deyir, ləzzətləri dağıdan şeyi çox yad eləyin. Bir anın içində, bax, xahiş edirəm, real görəsiniz ki, ölüm taxtının üstündə can verirsən. İndi sənin üçün önəmli olan istəklər hamısı sönüb sənin gözündə. Elədir. Hamısı sönüb, dəyərini itirib, canınla əlləşirsən. Xalqımızda belə bir söz var, canı ilə əlləşir deyir.